Səbəbindən asılı olmayaraq övladlarınıza iştah açıcı dərmanlar verməyin. Düşünürəm ki, təsir etmə mexanizmlərini anlasaz, bundan sonra belə dərmanlara əl atmarsınız. Məsələ bundan ibarətdir ki, iştah açıcı dərmanlar ilk öncə beynin aclıq və toxluq mərkəzlərinə təsir edirlər. Aclıq hormonunun miqdarını, yəni qrelinin miqdarını artırır, toxluq hormonunun isə səviyyəsini aşağı salır. Eyni zamanda da insulinin ifrazında qeyri-stabillik baş verir. Digərləri isə böyrək üstü vəzi toxumasına təsir edərək boy hormonunun ifrazına belə təsir edirlər. Bu da hələ son deyil. Məsələ ondadır ki, bu dərmanları verdiyiniz müddətdə onlara qarşı asılılıq yaranır. Yəni, dərmanı qəbul edir və aşırı dərəcədə ac olur uşaq, davamlı yemək tələb edir. Dərman qəbulu dayandığı zaman isə uşaqda kəskin şəkildə iştahsızlıq yaranır. Bununla yanaşı, uşaqlarda bir də mərkəzi sinir sistemi pozulmaları olur. Misal üçün, bəzi uşaqlar bu dərmanı qəbul etdikdə süst, yuxulu olurlar, passiv olurlar, digərləri isə aqressiv, kaprizli və ağlağan olurlar. Və bu da son deyil. Böyük Britaniya alimləri uzun illər davam edən tədqiqatlarda sübut ediblər ki, iştah açıcı dərmanların qəbulu nəticəsində beyində onkoloji proseslərin, yəni xərçəng xəstəliyin əmələ gəlmə riski qat-qat artır. Ona görə də gəlin iştahın olmamasının səbəbini araşdıraq.